Salam əziz şagirdlər və valideynlər, Parlaq Beyin kanalıma xoş gəlmisiniz. Bugünkü videomuz 5-ci sinif riyaziyyatdan din testi, yəni Dövlət İmtahan Mərkəzinin yeni nəşr olan 2025-ci il yeni belə deyim dərsliklərə aid olan testinə baxacağıq. Mövzumuz natural adədlər mövzusudur. B variantı. Bunun A variantını paylaşmışam. İndi isə B variantını işləyəcəyik. İlk öncə onu qeyd edeyim ki, kim əgər onlayn və yəni olaraq fərdi və qrup şəklində hazırlıqlar istəyirsə, bu nömrəyə belə deyim əlaqə saxlaya bilər. 077 596 66 59. İndi isə keçək testimizə. B variantı. Deyir, mətndə rast gələn ədədləri yazın və onları artan qaydada düzün. Hacı Niyaz Zeynalabdin Tağıyev məşhur neft milyonçusu idi. O 1838-ci ildə, bunu yazaq, 1838-ci ildə Bakıdan anadan olmuşdu. Onun atası çox kasıb idi və 12 yaşlı Zeynalabdinin 12 rəqəmini yazırıq. Daş ustasının yanına şagird qoyub. Hər gün 6 qəpik alırdı və bütün məvacibini atasına verirdi. 18 yaşına çatanda peşəkar daş ustası olan Zeynalabdin müstəqil usta kimi işləməyə başlayırdı. Deməli 3 dənə 1, 2, 4 dənə rəqəmimiz oldu. 1838, 12, 6 və 18. Gəlin bunu artan sırada düzək. Uşaqlar, artan sırada necə düzəcək? Kiçikdən böyüyə doğru. Ən kiçik rəqəmimiz 6-dır. Sonra biraz böyük 12-dir. Sonra biraz da böyük 18-dir. Sonra yenə böyük, ən böyüyümüz də 1838-dir. 1838. Bunu da yazırıq. Burada bir dənə rəqəm var. Milyonçusu deyir. Neft milyonçusu. Yəni milyon rəqəmini götürmək də olar. Burada yazacaq 1 milyon. Milyon rəqəmini. Daha doğrusu onu əslində rəqəm kimi verməyibdir. Yəni milyonçu, yəni isim şəklində verib də ona görə onu yazmırıq. Siz sadəcə bu qaydada düzəcəksiniz. 6, 12, 18, 1838. Bu belə. İndi ikinciyə baxaq. Rum rəqəmləri yazılmış onluq say sistemi, ədədləri onluq say sistemində yazaq. Baxaq. Uşaqlar 1 V, yəni 1, 5. Əgər kiçik işarə böyük işarənin solunda durursa bu zaman çıxacaq. Yəni rəqəm kiçiləcək. 5-dən birini çıxacaq. Eləcək 4. Buraya yazırıq 4. Sonra X, V, 1, 1. X eləyir 10. Qələmi biraz kiçildi. 10, üstə gəl, yenə X. 10, üstə gəl 5. Yəni V5-dir. Üstə gəl 1, 1. Cəmilcə 2. Deməli 10 üstə gəl 20, üstə gəl 5, 25 üstə gəl 2, 27. Cavab 27 eləyəcək. Buna baxaq, yenə burada X 10-dur. 1, 1 eləyəcək. Cəmi 2. Toplayanda eləyəcək 12. Burada yenə baxaq. X, yəni 10, üstə gəl 10, üstə gəl 1, 1, 1, cəmi 3 eləyəcək. 10 üstə gəl 10, üstə gəl 3 eləyəcək 23. Buna baxaq. X V nədir? X 10-dur, V 5-dir. 10 üstə gəl 5, 15. X 10, üstə gəl 10. Cəmi eləyəcək 20. Uşaqlar, bu tapşırıq bitdi. Deyir, bu ədədlərə uyğun nöqtələri ədəd oxununda qeyd edin. Gəlin qeyd eləyək. Bir ədəd oxu çəkirəm mən. Çəkdim. Uyğun nöqtələri ədəd oxununda qeyd edin. Deməli, neçədən başlayır ən kiçiyimiz? 15 var, 20 var, 12 var, 23 var, 4 var. Deməli, mən 1-dən başlayacağım 30-a qədər. 1-dən 30-a qədər bunu mən bölgünü aparmalıyam. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23. Biraz uzadım uşaqlar. Biraz istəyirdim. 24, 25, 26, 27, 28. Bir tanesi de uzadım. 29, 30.
İndi uşaqlar, siz, yəni mən burada gözə yarı elədim. Siz bölgülər arasındakı məsafəni bir dama götürərsiniz, yaxşı. İndi bu başlayacaq 1 sıfırdan, 0 olacaq. 1, qələmi biraz da kiçildim. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30. Aha, sıfırdan başladım 30'a kadar. Şimdi bize deyib 4. 4 nöqtəsi hansıdır? Baxın, budur. Ben bunu başka qələm, qırmızı qələmdən həmin nöqtəni işarələyəcəm. Baxın. Bu olacaq 4 nöqtəni işarə. Buna bir istəyirsiniz, belə deyim, bir hərf verək. Tutaq ki, A. Mən özümdən verəcəm, yaxşı. 4'dən sonra 12 gəlir. 12'ni qırmızını işarələyirəm. Mən buna verirəm B. Sonra 12'den sonra gəlir 15. 15'də yine qırmızını işarələyirəm. Buna verirəm C. Yəni özümdən verirəm. Bizə deməyibdi şərtində. Sadəcə fərqləndirmək üçün istəyirəm. Yəni verim A, B, C. 15'den sonra gəlir 20. Buna deyirəm D. 20'den sonra gəldi 23 və ən son 27. 23. Buna deyirəm Y. 27'də olacaq bu. Buna da verəcəm F. Yaxşı uşaqlar. Belə. Bu 20 daha birdən 26'ya oxşadarsınız. Bu belə. İndi isə keçək digər tapşırığa. Bir sxemin hansı hissəsi üçün tərtib olunduğunu müəyyən edin. Aha. Baxın, 224'ü vurub 2'ye, sonra alınan cavabın üzərinə 212 gəlir. Sonra bir cavab alınıb, düzdür. Mən bunu bir mötərizə içərisində yazmaq istəyirəm ki, bunun cavabı ayrıdır. Sonra bunun cavabı ayrıdır, bunun da cavabı ayrı olacaq. Ən sonunda həmin cavabları böləcəyik. Ona görə bu ifadəni mötərizə içərisində yazıram. 224 vur 2 üstəgəl 212. Alınan cavab baxın buraya yazılacaq. Sonra 28 vur 57. Alınan cavab çıxılsın 45 vur 34'dən. Yenə bura qədər də mən mötərizədə yazdım. Baxın bunu. 45 vur 34. Bunu buraya yazacağım. Sonra bölünsün. Bu cavablar bölünsün. Sonra alınan nəticədən çıxacağım 5'i. 5'i çıxacağım və son olaraq da bu cavab alınacaq. Yəqin ki, sizi başa sala bildim. Çox güman ki. Əgər başa düşməsəz, yorumlarda bir də qeyd edərsiniz. İndi 224, gəlin bu ifadə üzrə işləyək. 224'ü vururuq 2'ye, düzdür. Alınan cavabı buraya yazacaq. Gəlin bura. 224 vur 2. 8, 4, 4. 448 elədi. Buraya yazıram 448. Yenə də burada bunu səlqəli şəkildə yazın. 224, 224 hə. 4 vur 2 bərabərdir 448. Sonra nə edirəm? 448'in üzərinə 212 gəlirəm. Yenə yazdım. 448 üstəgəl 212. Bu da 50. 8 üstəgəl 2 10 0 yazır. 1 yadda 4 üstəgəl 1 5 1 də yadda 6. 4 üstəgəl 2 6. Cavab eləyəcək 660. Yenə bunu buraya yazıram. Baxın, bu mötərizəni tamamladım. Keçirəm bu mötərizəni işləməyə. 28 vur 57'ni işləyəcəm. Burada işləyib sonra oraya yazacağım. 28 vur 50. 57. 8 7 deməm 8 56. 6 yazıram 5 yadda. 2 7 deməm ki 14 5 19. 5 vur 8 40 0 yazıram 4 yadda. 5 vur 2 10 4 də yadda 14. Toplayaq 6 9 5 1. Böyləcə 1596. Deməli 28 vur 57. 1596. Həmin xanaya da yazıram 1596-nı bura. 1596.
Sonra nə edirəm? Yenə digər vurmanı edirəm. 45 vur 34-dür. 45 vur 34. 4 vur 5 20. 0 yazıram 2 yadda. 4 vur 4 16 2 18. 3 vur 5 15. 5 yazıram 1 yadda. 3 vur 4 12. 1 də yadda 13. 0 13 1 yadda. 4 1 5 530 elədi. Deməli yazıram 45 vur 34 bərabərdir. 5 vur 34 bərabərdir. 1530. Bunu tapdıq uşaqlar. Sonra nə edəcəyik? Bura yazıram həmçinin 1530. Aha. İndi mən burada çıxma əməlini edirəm. Yəni 1596-dan çıxacam 1530-u. 1596 çıx 1530. 6-dan 0 çıxıram 6, 9-dan 3 çıxıram 6, 5-dən 5 0, 1-dən 1 0 ehtiyac yoxdur. Elə cavab 66 qalır. Burada qaldı 66. Həmçinin də bura yazıram. Çünki bura yeri bizə yəni elə belə verməyiblər də. 1530 var silinib. İndi yazıram 1596 çıxılsın 1530 bərabərdir 66. İndi nə edəcəm uşaqlar? Bunu 660-66-ya böləcəm. Baxın, həmçinin də burada da göstərilir. Deməli 660 böl 66. Bu da bizə verəcək. 66-nı bölürəm. 66-nı 66-ya 1, 0 66-ya 0. Cavab eləcək 10. Burada elədi 10. Sonra da 10-dan 5 çıxıram. 10 çıx 5 bərabərdir 5. 5. Son cavabımız elədi 5. İfadənin qiymətini tapdıq. Cavab 5 elədi. Bu tapşırıq bitdi əziz uşaqlar. Mən buranı silirəm. Siz sadəcə sərgəli şəkildə burada yazarsınız. Yaxşımı? Keçək növbəti tapşırığa. 4. Boş xanalara hansı ədədlər yazılsa bərabərsizliyi doğru olar. Gəlin görək nə yaza bilərik. Uşaqlar, baxın, bu 4 rəqəmdir. Burada 4 rəqəm eyni. 75, 43 düzdür. Bunu indi oxuyaq. 7 milyon, daha doğrusu görə milyon eləyirmi? 75 milyon 434 min 257. Burada da olacaq 75 milyon 400 neçə milyonsa 76. Bu iki xananın yerinə ədədlər yazılmalıdır. Uşaqlar, mən bu 4 dənə rəqəmi saxlayıram. Sadəcə burayla buranı müqayisə aparacağım. Tutaq ki, burada bilmirik neçə olacaq. 76 düzdür. Bu hissə, yəni sağ tərəf kiçik olmalıdır. Sağ tərəf soldan kiçik olmalıdır. İndi bura mən nə yaza bilərəm? Baxaq variantlara. Kiçik olmalı. Mən bura 42 yaza bilərəm həmçinin. Çünki 42 yazsam eləyəcək 42 76 düzdür. Yəni 4276 4257-dən böyükdür. Düzdür. Bunu 42 yaza bilərəm. Bir variantımız olacaq 42. 42 və 42-dən böyük ədədlər. Yəni ki 42-dən başlamalıdır. Və ondan sonrakılar böyüklər. Burada 41'dir. Bu düz deyil. Burada 40'dır. Yenə də uyğun deyil. Burada yenə 40 var. Uyğun deyil. Burada yenə 41 var. Uyğun deyil. 42-dən başlamalıdır. 42-dən başlayaraq və böyük ədədlər. 42, 47 ola bilər. Baxın, gördünüz necə müqayisə elədik. Biz bütün rəqəmi müqayisə eləsək, sizi biraz çaşbaş salar da. Milyon mərtəbəsini, 100 min mərtəbəsini saxladım. Və minlik mərtəbəsini sadəcə müqayisə elədim. Yaxşı, elə daha rahatdır məncə sizə görə. Yenə də burada elə rəqəmlər yazmalıyım ki, bu hissədən böyük olsun. Və burada mən 42-ni yaza bilərəm. Niyə? Çünki 4276 eləyir. Bu da 4257-dir. Təbii ki, 42-ni yazsam bu hissədən böyük olur. 42 və 42-dən böyük rəqəmlər. O da eləyəcək D variantı 47-42. 5-ə baxaq. Atelyədə 150 metr parça vardı. Diaqrama görə atelyədə neçə uşaq paltarı tikildiyini hesablayın. Aha. Deyir, biri bizə məlum olanı tapacağıq, sonra məlum olmayan uşağı tapacağıq. Biri 3 metrdən 30 qadın donu. Aha. Deməli, bir qadın donu 3 metrdir, düzdür və say olaraq 30 dənədir. 3-ü 30-a vuraq, 3-ü vuraq 30-a. Bu da bərabər cəmi 90 metr işlənilib bura. Bura üçün 90 metr işlənilib. Bizə bu məlum olmayanı tapacağıq. Gəlin görək, 150-dən 90 çıxaq. Görək nə qədər qalıb yerdə. 90 çıxıb, bu eləyir 60 metr. Deməli, uşaq paltarı üçün 60 metr parça qalıb. Buranın cəmi 60 metrdir.
Düzdür? İndi bu həmin sualın yerinə, yəni uşaq donlarının sayını istəyir bizdən. Deməli 60 metr cəmi parçamız var. Bundan bilmirik biz nə qədər don çıxacaq. X düzdür. Biri də 2 metrdən çıxır. Yəni bir dənə donumuz da 2 metr eləyir. İndi x-i tapmaq üçün mən 60-ı 2-yə bölməliyəm. Yəni donların, uşaq donlarının sayını tapmaq üçün 60-ı bölməliyəm 2-yə. Bu da deyəcək 30. Deməli 30 dənə uşaq paltarı. Buraya yazıram 30 uşaq donu. Dondur bura. Bura paltarı yox, don yazın. Yaxşı uşaqlar. Don. Aha. Bu belə uşaqlar. Bu cavab olacaq 30 uşaq donu. Yazıram cavab 30 uşaq donu sözünü də köçürərsiniz bura. Yaxşı. Bunu necə kopyalayayım? Baxın bura. 30 uşaq donu. Ne altın işte düzgün yuvarlaşdırmanı müəyyən edin. Düzgün olan. Baxaq 4628 yuvarlaşıb 4690-a. Görək burada dəyişən rəqəm 2-dir. Düzdür? Yəni 2 mərtəbəsini yuvarlaşdırıb. 2 mərtəbəsini yuvarlaşdırsaq sağında 8-dir. Deməli 2 mərtəbəsi 1% artmalıdır. Burada artıb olacaq 4000, yəni 4-dən böyükdə 8. Ona görə 2 mərtəbəsi 1% artacaq. 4630 eləcək. Burada 90 yazıb, bu səhvdir. C variantına bax 5276, 5270. Yenə bu 7 mərtəbəsini yuvarlaşdırıb. Sağında 6 durur. Yəni 4-dən böyükdür. Ona görə də həmin mərtəbə 1% artmalıdır. Olmalıdır 5200, 7-ni 1% artacaq 80. Yenə burada 270 yazıb, bu səhvdir. İndi buna baxaq. 1374 yuvarlaşdırıb 1300. Yəni bu mərtəbə dəyişməlidir. Sağında 4 durur. Yox, bu mərtəbə yox. 4 durur. Yenə də olacaq 1380. Bu halda da səhvdir. Bu mərtəbəni də yuvarlaşdırsaq, yenə bu halda da səhv olacaq. Çünki sağında 7 durur. 4-dən böyükdür. 4-dən böyük olmayan həmin mərtəbə 1% artmalıdır. Yəni 3 mərtəbəsi 1% artmalıdır. Olacaqdır 1400. Yenə də bu səhvdir. Hər iki halda səhvdir. İndi buna baxaq. 3716 yaklaşıb alınıb 3800. İndi bu mərtəbə dəyişir. Düzdür, sağında 1 durur. 4-dən kiçikdir. 4-dən kiçikdirsə, onda altından xətt çəkilmiş mərtəbə olduğu kimi qalacaq. Yəni 3700 olmalıdır. Bu da səhvdir. D variantına baxaq. 2374 yuvarlaşıb 2400-ə. Yəni 3 mərtəbəsi yuvarlaşdırılıb. 3-ün sağına baxırıq. 7, 4-dən böyükdür. Ona görə də altında xətt çəkilmiş mərtəbə 1% artmalıdır. Yəni 2, 3, 1% artıq 4. Qalanlar hamısı sıfırlanır. 2400. Bəli, bu doğrudur uşaqlar. Cavab D variantı eləyəcək. Sonra 7-yə baxaq. Deyir, Fuad və Leyla Lego oyunu üçün hazırladıkları eyni kubları rəngləmək üçün bir banka rəng aldılar. Bir banka rəng 12000 kvadrat santimetr səthi rəngləməyə çatır. Uşaqların hazırladıkları kubların həcmi 1000 kub santimetr olasa kubların sayını tapır. Yaxşı uşaqlar, kubun həcm düsturu nəyə bərabər? Ümumiyyətlə həcm düsturu həm kuba görə, həm paralelippedə görə nə idi? A vur B, vur H, düzdür. Bu ümumi həcm düsturu. Amma kubda axı bütün tərəflər, üzləri kubdur. Yəni bütün tərəflər bərabərdir. Bu ümumi düsturdur. Amma kuba görə və yaxud da kuboidə görə bu düstur olacaq A. Yəni bütün tərəflər bərabər olacaq. A vur A, vur A. Yəni A kubu eləyəcək. A kubu bərabərdir və bərabərdir A kubuna. Bu kuba görədir. Bizə deyək ki, uşaqların hazırladıkları kubların həcmi 1000-dir. Yəni bu A kubu 1000-ə bərabər olacaq. Bir kubun həcmindən söhbət gedir. A kubunu eləyəcəm 1000. Buradan A-nı alacam nə? Kök altında 3-cü dərəcədən 1000. İndi siz kök altı ifadələri hələ ki keçməmisiniz. Amma ki, kvadrat ədədləri keçmişsiniz. Mən həmçinin bunu səhifəmdə paylaşmışam. Kimə maraqlıdırsa, kim əzbərləmək istəyirsə, oxumaq istəyirsə, həmin səhifədə, YouTube səhifəmə girib, orada belə deyim, qısa videolar bölməsi var, shorts videolar bölməsində. Orada kvadratlar cədvəli və kublar cədvəli adında bir video yerləşdirmişəm. Girib ora baxa bilərsiniz. Həmin o kublar ədədinə görə. İndi uşaqlar, hansı ədədi mən kuba yüksələndə eləməlidir 1000? Təbii ki, A 10 olmalıdır.
ki, onu mən kuba yüksəltsəm, yəni 3-cü dərəcə. Necə yüksəldəcəm? Vur 10, vur 10. Bura bizə verəcək 1000. Ona görə də A 10 olmalıdır. Deməli, həmin kubun bir tərəfi 10 eləyir, düzdür? Bir tərəfi 10 eləyir. Oy, üzr istəyirəm, 10 eləyir. İndi bunu biz yaddaşa vuraq. Mən bunu biraz kiçildim ki, mənə yer qalsın. Sonra nə edəcəyik? İndi deyir, bir banka rəng 12.000 sm kvadrat səhti rəngləməyə çatır. İndi gəlin baxaq görək bir kubun səhtini, düsturunu necə tapırıq, səht düsturunu. Bir dənə kub çəkirəm sizə. Görək necə tapacağıq. Bu kub, daha sonra kuboiddir. Uşaqlar, kuboidin neçə dənə üzü var? Baxın, bir bu üzdür. Yəni, belə yadda saxlayın da. Alt üst üz, elə də 2. Üstə gəl 4 dənə də yan üz. Elə də 6. 6 dənə üzü var. Və üzlərinin hər biri kvadratdır. Kvadratın sahə düsturunu hesablamaq. Yəni, bizə səth lazımdır. Səthin sahəsi. Deməli, mən 6-nı vuracam. Yəni, 6 dənə də sayı olar. 1 kvadratın səth düsturu. Kvadratın sahəsi A kvadrat düsturuna 6 A kvadratdır. Bu düstur da olacaq, deməli, kubun səthinin sahəsi. Yaxşı, 6 A kvadratı. Kubun sahəsi yox, kubun səthinin sahəsi. 6 A kvadratı. Mən bu 6 A kvadratında nə etməliyəm? Bu A-nın qiymətini gətirib burada yerinə qoymalıyam. Bərabərdir 6 vurulsun A kvadrat. A-nın 10 tapmışdım. Vuracam 10 kvadratını. Bu da bərabərdir 6 vur 100. Bu da eləyir 600. Düzdür uşaqlar. 600'ü tapdım. İndi ən son olaraq mən nə etməliyəm? Bunu da yenə balacalaşdırım. Yaxşı, ehtiyac yoxdur. Sadəcə siz birinci mən bu düsturu yazdım. Sonra ikinci bunu hesabladım. Sonra üçüncü olaraq da bunu hesablayacağım. İndi belə deyim, kubun səthinin sahəsi 600 cm kvadrat. Düzdür, santimetr kvadrat. Burada da yazın uşaqlar 1000 cm kub. Yaxşı, tərəfi də 10 cm. Bu həmişə çalışın, o kiçik vahidləri yazın. Çünki açıq tipli suallarda bu tipli şeylər yəni nəzərə alınır. Görürsünüz, burada hərfində yazıb. Siz də yazın, yəni əlinizi vərdiş elətdirin. 600 cm kvadrat. Niyə burada sahədə kvadrat olur? Həcmdə isə kub olur. Həmişə onu diqqət eləyin. Üçüncü olaraq da nə edirik? Bir banka rəng bu səhti rəngləməyə çatır. Yəni 12.000 santimetr kvadrat, düzdür. Biz kubun da səhtinin sahəsi 600'dür. 12.000'i böləcəyik 600'ə. Bu da eləyəcək deməli 20. Yəni say olaraq, cavab olaraq alacaq biz 20 dənə kub. 12.000'i böldük 600'ə. Gəlin bir dənə bölməmizə baxaq. Görün necə bölürəm, siz də baxın. Necə bölürəm? Mən 1200 götürürəm. 1200 600'ə bölündə 2 dəfə düşür. Çıxıram yenə 1200 qalır 0. Sonra bu 0'ı da 600'ə böləndə eləyəcək 0. Cavab eləyəcək 20. Yəni ki, kubların sayı 6 dənədir. Daha doğrusu 20 dənə. 20 kub. Cavab 20 kub. Yaxşı. Deməli, bu birinci hissəmizdir. Sonra bu ikinci hissəmizdir. Bu da üçüncü hissəmizdir. 20 kub. Kubların sayı elədir 20. İndi isə 8'ə baxaq. Deyir, tədbirdə olimpiyada bunu işləməmiş, elə bilim işləmiş. Tədbirdə olimpiyada qaliblərini vermək üçün buket hazırlamaq lazımdır. Təşkilatçılar 30 qızılgül və 40 zambaqdan hər birində eyni sayda qızılgül və eyni sayda zambaq, ən çoxu neçə buket hazırladılar. Hər buketdə neçə qızılgül və neçə zambaq olar. Uşaqlar 30 və 40. Biz burada buketlərin sayını və hər birində eyni sayda olmaqla necə taparıq? Mən burada istəyirəm ki, əboblarını tapım. Yəni əbob 30'dan 40. Bu tipli məsələlər həmişə əbobla tapılır. 30, 40. Gəlin hesablayaq görək nəyə bərabər. 30'u vurublara ayıraq. Bərabərdir 30, 2 vur 3, vur 5 deməkdir. 40'ı da vurublara ayıraq. 40, 2 vur 2, vur 2, vur 5 deməkdir.
İndi əbab ortaq vurğuların hasilinə bərabər. Ortaq vurğular 2, 2, sonra 5, 5 deməkdir. Yəni burada bizim əbabımız ortaq vurğuların hasili o deyilir 2 vur 5-ə. Yəni 10. Aha. Bu 10 tapdıq ha, əbab 10. Bu 10 buketlərin sayıdır uşaqlar. Ən çoxu neçə buket olacaq? 10 buket. İndi hər buketdə neçə qızılgül və neçə zambaq olar? Ümumi qızılgülün sayı 30'dur. Düzdür? Yəni 30'u böləcəm. Böləcəm 10'a. Böləcək 3 qızılgül. Deməli, hər buketdə 3 qızılgül olmalıdır. Və 40'ı da böləcəm 10'a. 4. Deməli, hər buketdə 4 dənə zambaq olmalıdır. Yaxşı uşaqlar. Cəmi 10 buket alınır. Bir buketdə 3 qızılgül, 4 zambaq olmalıdır. Və 10 dənə buketimiz hazır olmalıdır bizim. Sonra 9'a baxaq. Doğru ifadələri müəyyən edin. 4'ə bölünən ədədlərin hamısı 8'ə bölünür. Gəlin baxaq. 4'ə bölünən ədədlər hansı? 4, 8, 12, sonra 20 ola bilər, 24 ola bilər. Bu ədədlərin hamısı 8'ə bölünürmü? Baxın, 4 8'ə bölünmür, amma 8 bölünür. 12 8'ə bölünmür, 20 bölünmür, amma 24 bölünmür. Burada hamısı sözünü demək düzgün deyil. Deməli, bu səhvdir birinci. 2'ə baxaq. 3'ə və 4'ə bölünən ədədlərin hamısı 12'ə bölünür. 3'ə və 4'ə bölünən ədədlərin hamısı həm 3'ə bölünsün, həm də 4'ə bölünsün. Gəlin görək hansı ədədlər. Məsələn, 12. 12 ədədi həm 3'ə bölünür, həm 4'ə bölünür. Bu 12'nin özü də 12'ə bölünür. Sonra hansını götürə bilərik? 24 götürə bilərik. Düz 24 həm 3'ə bölünür, həm 4'ə bölünür, həm də 12'ə bölünür. Yəni bu 12'nin vurğuları 3 vur 4 deyil. Belə deyim sizə bölənləri 3 vur 4 deyil. Düzdür? 12'yə bölünən ədəd zaten həm 3'ə bölünəcək, həm 4'ə bölünəcək. Çünki 12'nin də bölənləri axı 3 vur 4'dür. 3'dən 4'dür. Ona görə də həmin ədəd mütləq şəkildə 3'ə də 4'ə də bölünməlidir. Deməli bu 2 doğrudur. 6'ya bölünən ədədlərin hamısı 9'a bölünür. Gəlin görək bu doğrudurmu? 6'ya bölünən 6'dır, 12'dir, sonra 18'dir, 24'dir. Bunların hamısı 9'a bölünür. Xeyr, 24 9'a bölünmür, 12 9'a bölünmür. 6 da 9'a bölünmür. Deməli bu səhvdir. Hamısı yox. 3 səhvdir. 4 18'ə bölünən ədədlərin hamısı 6'ya bölünür. Məsələn, 18, sonra nə ola bilər? 36, sonra nə ola bilər? 40, 36, 54, tutaq ki. 18'ə bölünən ədədlərin hamısı bəli 6'ya bölünür. Niyə sizcə? 18'i mən vurğulara ayırıram. 3 vur 6 düzdür. 18'in axı öz bölənində 6'dır. Deməli 18'ə bölünən ədəd həmçinin 18'ə yox 6'ya da bölünəcək, həmçinin 3'ə də bölünəcək. Çünki bu ədəd zaten 18'ə bölünə bilir. 18'ə bölünə bilirsə 18'in içərisindəki vurğulara da bölünəcəkdir. Yəni bu bir qaydadır. Bunu yaddaşınıza vurun. Bu doğrudur. Sonra deyir 2'yə bölünən ədədlərin hamısı 4'ə bölünür. Məsələn, 2'yə bölünən ədəd 2, 4, 6, 8, 10 hamısı deyir 4'ə bölünür. Baxaq, 2 4'ə bölünmür. Düzdür, amma 4 bölünür, 6 bölünmür. 10 bölünmür, amma 8 bölünür. Hamısını burada demək doğru deyil. Ona görə bu səhvdir. Düzgün cavablarımız hansı oldu? Uşaqlar 2, 4 A variantı. Bu oldu bizim düzgün cavablarımız. Sonra 10-cunu işləyək. Deyir uyğunluğu müəyyən edin. 10 üstü 5 üstə gəl 10 üstü 1. Və bu əhlədən hansı neçəyə bölünür onu tapacaq. Yəni 10 üstü 5 tapaq. 10 üstü 5 bizə nəyi verir? 1 yazırıq. 5 dənə 0 yazacaq yanından. 1, 2, 3, 4, 5. Yəni 100.000 verir bizə. Və yaxud da ki belə tapacaqsınız. 10 üstü 5 bərabərdir 10 vur 10 vur 10 vur 10 vur 10. Bu bizə verəcək 100.000'i. Görürsünüz 5 dənə 0 var. 100.000. 100.000'in üzəriniz gələcəm 10 üstü 1'i. Yəni 10 gələcəm. Üzərinə 10 gələcəm. Bu da eləcək 100.000 10. İndi bu ədəd deyir nəyə bölünməlidir? Bu ədəd 10.000 1'ə bölünəcək. 10.000, aha bəli 10.000 1'ə bölünəcək. Niyə? Çünki burada 10.000 1
10.000 1'ə bölünəcək alınacaq 1. Sonra 0 da 10.000 1'ə bölünəcək alınacaq 10. Yəni böləndə alınacaq cavab 10. Deməli 1'ə gedir A. Sonra ədədi 100.000'ə bölünür. 10.000, 100.000 10 ədədidir. Düzdür? 100.000 10 ədədini mən 100.000'ə bölsəm, eləyəcək 1, qalıb 10. Ona görə 2 getmir. 1000 1'ə bölünür deyir. 1000 1'ə bölünsə, yenə də qalıqlı qalacaq da uşaqlar. Çünki tam bölünmür. Sonra 10.000'ə bölünsə, 10.000'ə bölünsə yenə də qalığımız qalacaqdır. 10 qalığımız qalacaqdır. 11'ə bölünür. Burada da 11'ə bölünmür. 1'ə getdi A. Bunu yazarsınız A bərabər birinciyə. Bu eləcə 10.000 10. Daha doğrusu 100.000 10. Yaxşı, bunu yazarsınız birinciyə. Sonra ikinci. 10'un kubu eləcə 1000. Üstəgəl 10 üstü 4, yəni 10.000. Bu da eləcə 10 üstəgəl 1000, 11.000. 11.000 ədədi 11'ə rahat bölünür. Çünki 11.000'i 11'ə böləndə düşəcək 1. Yanında 3 dənə 0'dır. Hər birini ayrı 11'ə böləndə 3 dənə 0 eləyəcək. Yəni 1000. Bu olacaq Y bəndi. Baxaq görə başqa nə? 11.000'ə nə rahat bölünür. Deməli, A ilə Y getdi, düzdür? A getdi, Y getdi. 10.000'ə. 10.000'ə bölünsə qalıq 1000 qalacaq. 1000 1'ə bölünsə yenə qalıqlı qalacaq. 100.000'ə də zaten bölünmür. Elə A ilə Y gedir. Üçüncünü hesablayaq. A bərabər 10 üstü 5. 10 üstü 5 bayaq hesabladıq 100.000 idi. Üstəgəl 10 üstü 2, yəni 100. Bu da bərabərdir 100.000 100'ə. 100.000 100'ə. Aha. Uşaqlar, indi 100.000 100 görək nəyə bölünür. A ilə Y getdi. Yerdə qaldı 100.000. 100.000'ə bölünəndə qalıq 100 qalacaq. 1000 1'ə bölünəcək. Bəli, 1000 1'ə çünki bölünəndə 100.000 100'ü gəlin 1000 1'ə bölək. Yəni rahat şəkildə qalıqsız bölünəcək. Niyə? Çünki mən burada 1000 1'i 1000 1'ə böləcəm. Eləcək 1, çıxacaq 1001. Sonra bu 2 dənə 0 hər birini ayrı-ayrılıqda böləcəm. 0, bunu da ayrı-ayrılıqda böləcəm. 0. Cavab eləcək 100. Cavab elədi C. 3'ə gedir C. C. C'də getdi. Yerdə qaldı 10.000. Bu 10.000'ə bölünər. Bölünsə qalıq 100 qalacaq. Başqa da nə qaldı? 100.000'ə. 100.000'ə də bölünsə yenə 100.000'ə bölünsə qalıq 100 qalacaq. 10.000'ə bölünsə qalıq 900 falan qalacaq. Ona görə də 1'ə getdi A, 2'ə getdi Y, 3'ə getdi C. Yaxşı uşaqlar, bu testimiz bu qədər idi. Kimin nə sualı olsa yorumlarda qeyd eləyər. Hələlik uşaqlar.